Herkese salam. MyFood 16 sayfama hoş gelmişsiniz. Bugün mərci supu pişirirdim ve düşündüm ki kanalımda da olsun. Əvvəlki videolarımda da var, amma bu biraz başqa cür yolla pişirmişəm bunu. Yəni blenderdən keçirtmədən daha asan, tez bir zamanda praktik hazırlanan mərci supudur. İlk öncə gördüyünüz kimi balaca boy soğanı kubik doğrayırıq. Orta böyüklükdə qazana əlavə etdikdən sonra üzərinə mən duru yağ əlavə etdim. Və kök məndə iri olduğuna görə onu 2 yerə böldüm. Kökün yarısını sütgəcdən keçirdirəm. Soğanı biraz qızartdıqdan sonra isə kökü də ardından əlavə edirəm. Hardasa 400 ml mərci yuyub əlavə etdim və 400 ml mərciyə həm də orta boy qazana 8 stakan 200 ml su əlavə etdim. Orta boy kökü isə yenə də sütgəcdən keçirdirik. Səliqəli şəkildə onu da qazana əlavə edirik və lamxodda bişməyə qoyuruq. Mən çox bəyəndim və gördüyünüz kimi belə də yavaşca hardasa bir 30 dəqiqə ərzində lamxodda pişir. Artıq qaynamağa başladıqdan sonra isə mən əlavə edirəm sarı kök, qara istiot, quru nanə və duz əlavə edirəm. Əlbəttə ki, o sizin zövqünüzə görədir. Və artıq gördüyünüz kimi mənim mərci supum hazırdır. Çox həqiqətən dadlı idi və mütləq hazırlayın və tez bir zamanda hazır olur və həm də doyumlu olur. Hazırlayan hər kəsə nuş olsun. Sona qədər izləyən hər kəsə özlərinin təşəkkürümü bildirirəm.